Azərbaycan ilk deyək ki, əhəm zəfərini 2020-ci ildə qazandı. Yəni, bu çünki başqası üzərində qazanılmış bir zəfər, yəni tarixi bir zəfər və bu Azərbaycanı Türk dünyasında, İslam dünyasında ki dövlətlərin Azərbaycan ərazisi və demoqrafik göstəriciləri Azərbaycandan böyük olan bir çox dövlətdən ön plana çıxartdı. Yəni Azərbaycanın deməli son 5 ildə, 4-5 ildə ki, dünyada beynəlxalq səviyyədə gördüyü hörmətin və qazandığı nüfuzun ana məqsədlərindən birisi budur. Çünki Azərbaycan o başqası üzərində hansı ki onun suverenliyinə təhdid idi, onun zəfəri qazandı. O baxımdan, amma 2020-ci ildə, 23-cü ildə Xankəndi şəhərində deyək ki, tək Azərbaycan bayrağının dalğalanması ki, bu da suverenliyin nə ilə ölçürsünüz? Yəni Şuşa işğaldan azad olunanda prezidentə məruzə edən deyək ki, zabit əvvəlcə nə elədi? Əvvəlcə bayrağı ora sancdı. Çünki bu ilkin suverenliyin şərti, yəni orada kimin adına kimin bayrağı dalğalanmalıdır. Eyni şəkildə Xankəndidən məsəl üçün prezidentin deyək ki, bayrağı göndərək çəkməsi, bu da həmin bu prosesin tamamlanmasıdır.